Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə möhtəşəm bir kontentlə qarşınızdayım dostlar. Bildiyiniz kimi kanalımızda Temu videoları və Trendyol videoları olduqca populyardır dostlar. Belə maraqlı kontentlərin gəlməyini istəyirsinizsə, başdan qabaq xahiş edirəm kanalımıza abunə olun və bizə maksimum dəstək olun ki, belə faydalı videolarla sizlərin qarşısında olaq. Dostlar, bugünkü mövzumuz Temuda aldığınız bir məhsulu necə geri qaytarmaq olar? Bunun haqqında məlumat verəcəm. Təbii ki, burada geri qaytarmaq deyəndə nəzərdə tutduğumuz hansı ki məbləği böyük olan məhsulunuz və yaxud da qüsurlu gələn və yaxud da bunu artıq istəmirsə məhsulu, onun pulunu iade etməyə göstərəcəm. Təbii ki, bu videoda biz birbaşa məhsul özümüzdə qalaraq məhsulun pulunu geri almağı göstərməyəcək. Onun haqqında bir videomuz var dostlar. Əgər izləməmisinizsə, o videonu izləyə bilərsiniz. Təbii ki, bu Temuda bildiyiniz kimi böyük məbləğli məhsulları geri qaytararkən Pegasus və yaxud da United kimi geri qaytarmaq etiketi çıxır dostlar və bu gün sizlərə məhsulu biz Temuya geri qaytararaq necə pulunu geri ala bilərik, bunun haqqında sizlərə məlumat verəcəyik dostlar. Dostlar, bugün sizlərə bildirmək istəyirəm ki, yəni burada hansı ki məhsulunuz qüsurlu oldu və yaxud da bildiyiniz kimi Temudan biraz məbləği böyük, bu planşet ola bilər və yaxud da hansı ki mikser kimi bahalı məhsullar ola bilər. Planşetlərin bildiyiniz kimi qiyməti bəzən 150-200 manat, yəni mən misal olaraq deyirəm dostlar. Məhsulun dəyərli olduğu, yəni bu qüsurlu çıxdıqda, yəni sizin pulunuz batmır dostlar. Bunu mən şəxsən yoxlamışam. Bunu geri qaytarmaq olur. Hansı ki yaxınlaşırsınız məhsulu təhvil aldığınız kargo şirkətinə, yəni kargo şirkətindən deyəndə ki, dostlar, məntəqəyə yaxınlaşaraq bu məhsulu geri iade eləyə bilirsiniz. Təxminən dostlar 10-15 gün ərzində bu məhsulun pulu sizə qayıdır. Qeyd edeyim ki, mən əlimdə test üçün belə bir məhsulu göstərmək istəyirəm. Dostlar, məhsullar sizə gəldikdə bunu geri iade edə bilmək üçün qutusunu heç vaxt atmayın dostlar. Bildiyiniz kimi bu qutunun üzərində etiketlər olur dostlar. İndi birazdan kompüterə keçərək sizə ətraflı şəkildə necə iade etmək olar, onun hamısını bir-bir göstərəcəm dostlar. Yəni video keçmədən öncə, kompüterə keçmədən qabaq, burada bilmirəm kamerada göstərmir. Bu şəkildə dostlar, burada etiketlər olur. Mən siz bunu, bu etiketi itirməmiş, yəni bu qutunu, misal üçün mən bunu iade etmək istəsəm, həmən təhvil məntəqəsinə yaxınlaşaraq bunu təhvil məntəqəsinə təhvil verirsiniz dostlar və təhvil məntəqəsinə bunun şəklini çəkirlər, yəni etiketini və məhsulu geri iade eləyirlər dostlar. Çox uzatmadan bu məlumatları sizə verdiyimə görə keçək kompüterimizə və məhsulumuzu necə iade edirik, onu sizlərə göstərək dostlar. Dostlar, keçdik kompüterimizə və bu şəkildə gördüyünüz kimi kompüteriniz ekranı Temudan açmışam. Bunu telefonda da eləyə bilərsiniz dostlar. Sadəcə mən kompüterdə göstərim. Eyni proseslərdir. Bu şəkildə səhifəmizə daxil olub və təbii ki, sifarişlərin bölməsinə daxil oluruq. Burada hansı məhsulu iade etmək istəyirsinizsə, onun kənarında gördüyünüz kimi iade et bölməsi var. Mən misal üçün burada bir məhsulu göstərmək istəyirəm. Tutaq ki, bu məhsulu iade eləmək istəyirəm. Ben indi burada mikrofon seti almışdım. Təbii ki, bu böyük məbləğli məhsullar olsa daha yaxşı olar dostlar. Çox kiçik məbləğdə məhsulları geri qaytarmadan da pulunu qaytara bilir. Onun haqqında videolarımız var. Yəni bu 5-6 manatlıq, 7 manatlıq məhsullardır. Amma bəzən 100 manatlıq, 50 manatlıq, yəni 80 manatlıq məhsullarımız olur. Bu qüsurlu çıxdıqda və yaxud da hər hansı bir səbəbdən bunu qaytarmaq istəyir və yaxud da gözləntidən, yəni gözlədiyimiz kimi məhsul gəlməyə bilər. Temuda belə şeylər çox olur. Bəzən səhvən göndərirlər. Yəni bir məhsulu biz seçib alırıq. Qırmızı rəngdə bir məhsul almışıq. Bunun başqa cürə çıxır gəlib, yəni rəngindən. Təbii ki, bu xoşa gəlməz bir şeydir. Dostlar, burada para iade et bölməsi var. Bu iade et bölməsinə klik etdikdə burada sizdən soruşur ki, paketinizi aldınız mı? Aldınızsa burada evet deyirsiniz. Təbii ki, paketi aldıq seçirik. Burada gördüyünüz kimi hər sifarişdə bir və ya birdən fazla sadəcə bir ücretsiz iade haqqınız var. Təbii ki, burada nə deyir dostlar? Yəni hər sifarişdə bir ədəd məhsulu iade eləmək haqqınız var. Burada gördüyünüz kimi bu məhsul mənim misal üçün 51 manat məbləği var. Bunu seçirəm, yəni bu məhsulu iade etdiyim üçün. Sizdə başqa bir məhsul ola bilər. Burada iade nədəni var. Burada iade nədəni nədirsə, bunu düzgün bir şəkildə seçməyi tövsiyə edirəm. Sabahlarım ora məhsul qayıtdıqda Temuya problem yaranmasın. Baxın, misal üçün ürün qüsurlu və ya çalışmıyor. Mən bunu test üçün bunu seçəcəm. Siz burada fərqli seçənəklərdən istifadə edə bilərsiniz və yaxud da artıq buna ehtiyacım yox. Baxın, qüsurlu və ya çalışmıyor. Burada gördüyünüz kimi belə bir
bildirim gəlir dostlar. Özellikle kullanımınızı kontrol edin. Baxın gördüyünüz kimi hər şeyi. Ürünü hala iade etmək istəyirəm bölməsində seçeneği seçirsiniz və burada şəkil bölməsi var. Dostlar, məhsulunuz həqiqətən qüsurludursa və yaxud da hansısa bir problem varsa onun şəklini çəkirsiniz və yaxud da videosunu şəklini çəkməniz bəs olur. Amma mən sadəcə şəklini çəkmişdim, amma siz istəsəz burada videosunu da yükləyə bilərsiniz. Yəni mən test üçün burada bir şəkil əlavə etmək istəyirəm. Baxın gördüyünüz kimi burada şəkillərin örnəyini sizə göstərir. Yəni tam şəkildə məhsulun şəklini çəkirsiniz və yəni bu şəkildə olmamalıdır və yaxud da bu şəkildə olmamalıdır. Qırıq şəkildə olanda da və yaxud da baxın tam şəkildə belə olmalıdır. Ürün açıq və tam olaraq göstərin. Fotoğraf yüklə seçeneğini seçirəm. Mən buradan indi rastgele bir şəkil seçəcəm, sizlərə göstərmək üçün edirəm dostlar. Rastgele bir şəkil seçdim və burada açıqlama yazırsınız test olaraq. Yəni mən bu məhsulu aldım. Yəni bu məhsul qüsurlu çıxdı və yaxud da mənim sifariş verdiyim məhsuldan fərqli bir şey gəldi. Bunu yazırsınız və sonraki addımı klik edirsiniz. Təbii ki, mən məhsulu iade eləməyəcəm. Sadəcə sizlərə göstərmək üçün onayla və sonraki addım. Baxın dostlar, gördüyünüz kimi burada belə bir seçenek gəlir. Təbii ki, məhsul sizdə qalıb. Bunu iade eləmirlər. Yəni məhsulun dəyəri böyük olduqda. Məndə bu da United çıxır və ya da sizdə fərqli bir şey çıxa bilər. Buna siz fikir verməyin. Kargo, hansı kargodan bunu siz gelib təhvil almısınızsa, bu məhsulu ora aparıb iade edirsiniz dostlar. Mən burada United gəlib, mən bunu seçirəm və burada işarələyirəm və gördüyünüz kimi para iadəsi edilən. Məndə burada dostlar 2 dənə seçenek çıxacaq sizdə. Məndə indi burada doğrudan Temu'nun balansını qaytarmır, niyəsə bağlıdır. Amma siz istəsəz bunu birbaşa kartınıza da qaytara bilər. Və yaxud da Temu balansına qaytarmaq istəyirsə onu seçə bilərsiniz dostlar. Gördüyünüz kimi 5-14 gün iş ərzində bunu qaytarır dostlar. Burada nə qədər qaytaracaqsa məbləği soruşur və yəni bu endirimli qiymətlər və hamısı bura daxil dostlar. Yəni hamısını soruşur və bu gördüyünüz iade nədəni və tamamla bölməsi var. Tamamla bölməsini seçdikdə burada doğrula bölməsi var dostlar. Doğrula bölməsini klik etdikdə gördüyünüz kimi belə bir ekran gəlir dostlar. Belə bir ekran gəldikdə gördüyünüz kimi para iadəsini etkiləyə biləcəyindən lütfən başqa hər hangi bir ürünü çıxarmayın və ekləməyin dostlar. Yəni burada nə demək istəyir? Yəni fərqli bir məhsulu əlavə etməyin dostlar deyir. Gördüyünüz kimi belə bir iade edilən ürünlərin ayrıntılarını göstərin deyir. Dostlar baxın burada. Dostlar burada nə edirsiniz? Burada sizlərə əslində göstərir nə etmək lazımdır. Baxın iade numarası bu şəkildə oluşub və hər hansısa bir problem yoxdursa və yaxud da buradan istədiyiniz kimi iadəni iptal da edə bilərsiniz. Bu məhsulun, həmin bu məhsulun dostlar üzərindəki etiketini aparıb həmin bu kargo şirkətinə göstərsiniz. Baxın gördüyünüz kimi burada sifarişlərin bölməsinə daxil oldum. Və iade etdiyim məhsulun üzərində baxın gördüyünüz kimi belə bir seçenek çıxdı. Ürünü paketləyin və iade etiketini yazdırın. Yəni tələbinizi onayladıq. Yəni bu sizin tələbiniz olandır. Lütfən bir ürünü iade təlimatlarına görə paketləyin. Yəni bunu sizin məhsul necə gəlibsə üzərində hər şeyi birlikdə paketləyirsiniz və 23 Nisan 2025 16:47 tarixinə qədər Temuya iade edin. Yəni bu tarixə qədər indi mən bugündən etibarən sayır. Tarixə qədər bunu iade eləməlisiniz. Aparıb, yəni siz hansı kargo şirkətinə bunu kargodan almısınızsa, ora iade edirsiniz. Burada iade kodunu görüntülə bölməsi var dostlar. Buna klik etdikdə baxın gördüyünüz kimi burada hər şeyi addım-addım göstərir dostlar. Hər ürün üçün orijinal barkod kodu da iade edilməlidir. Yəni bu barkod kodu da bu həmin məhsulun üzərindəki olan barkod kodu dostlar. Bunun şəklini çəkirsiniz və yaxud da bu həmin məhsulu aparırsınız. Buradakı barkod kodunu gördüyünüz kimi burada barkod kodu var. Tövsiyə edirəm ki, bu ekrandakı barkod kodunu dostlar şəklini çəkin. Baxın bunun həmin nasıl kullanırız yazıcı gərəkliyi gəlir. Yəni şəklini çəkib sadəcə aparırsınız kargo şirkətinə dostlar. Yəni bunun şəklini çəkirsiniz. Buradakı ekranda gördüyünüz kimi sadəcə bunu telefondan şəklini çəkib aparmanız yetərlidir dostlar və bu həmin məhsulu mən indi bunu testini göstərirəm. Bu məhsulu aparırsınız həmin kargo şirkətinə dostlar. Yəni bu şəkildə gördüyünüz kimi və bunu qaytardıqda bunu United konumu bunu, yəni bu sizin konumunuzdur. Hansı ki hardan gəlib götürmüsünüzsə həmin konumdur dostlar. Baxın, yəni bunu məhsulu iade etdikdən sonra artıq bu proses başlayır dostlar. Yəni iade etdikdən sonra bu proses başlayır dostlar və sizin məhsulunuzun pulu qaytarmağa başlayır. Təxminən 10-15 günə. Dostlar videomuz bu qədər idi. Ümid edirəm ki bu video sizlər üçün faydalı olar və
ağlınızda olan sualları xahiş edirəm kommentlər bölməsində bizə bildirin dostlar və bunun üçün sizlərə hər cürə köməklik edirik və hamınıza bir cavab veririk dostlar. Yəni burada hər hansı bir çətinliyiniz olsa və yaxud da ola bilər ki, bizim burada səhv məlumat verə bilərik, hansısa bir məlumat səhv verə bilərik. Amma yəni bu videoda özümüz canlı test etdiyimiz və iade etdiyimiz pulunu da aldığımız videonu çəkirik dostlar. Heç bir halda hardansa aldığımız məlumatları çəkmirik dostlar. Təqdim etdiyi Fikirli kanalı qeyd edeyim ki, bu açıqlama bölməsindən Temunun endirimli linklərini və yaxud da əgər Temu Farmdan Temu pulsuz məhsullar əlavə etmək istəyirsinizsə, pulsuz məhsullar əldə etmək istəyirsinizsə dostlar və yaxud da səbətinizə pulsuz məhsullar əlavə etmək istəyirsinizsə, açıqlama bölməsinə əlavə etdiyim videodan o videoları da izləyə bilərsiniz. Təbii ki, bizə kanalımıza dəstək olun və bizim videolarımızı bəyənin ki, dostlar, belə faydalı videolarla sizlərin qarşısında olaq. Təqdim etdiyi Fikirli kanalı.